Sancaq kəndinin sakini Kərimov Seymur Oqtayoğlu gəldi, mənim ailə həyatı qurdu. O mənim evimə gəldi, geldi. 1-2 gün mənimlə yaxşı dolandı, başladı mənim evimin bütün əşyalarını oğradı. Burada məsələ fərqliymiş. Ailə həyatı qurublar. Mən elə bilirdim ki, tanış bir adamdır bu Seymur, bu xanımın dediyi, amma əslində ailə qurublarmış. Onun anası Züleyxa, qardaşı Elnur Sənan evdən qovmuşdular. Sonra başladı evimin əşyalarını oğradı, apardı, paltarlarımı yandırdı. Bax bu gün də paltarım yox, tək yaşayıram. Nə dədəm yox, nə anam yox, nə bacım, nə qardaşım, nə heç kimim yox. Qalmışım belə pis vəziyyətdə. Heç nəyim yox da qalmışım. Hər kimsə bir çörək. Mən bu məsələni belə müşahidə edirəm ki, bu mənim şəxsi fikrimdir. Məncə bu qadın sevgi gözləyib və ailə qurub və alınmayıb. Sevgi gözlədiyin insan səndən istifadə eləyəndə, bilmirəm indi o əşyaların götürmək mövzusu doğrudur yoxsa yox, amma sevgi gözlədiyin insan səndən istifadə eləyəndə o insana çox pis toxunur həqiqətən. Çünki mənim başıma da gəlib deyə bilirəm. Ailə həyatı qurub və alınmayıb. Seymur adlı şəxs bu xanımın dediklərinə görə onun əşyalarını götürüb və nə bilim həyatdakı ördəyini və yaxud toyuğunu götürüb və məncə bu xanım ona görə çox qəzəblənib. Yəni mən bir növ çox empatiya hissi duyuram bu xanıma, çünki başa düşürəm onun hisslərini. Versə, kimsə 1 manat pul versə belə dolanıram. Yox, heç yerdə, heç nəyim də yoxdur. Mənim Qənirə ilə dost idim, Qasımova Qənirə Hüseyin qızına. Qubiyə ərə getdi, gedəndən sonra mənə də bacısı oğlu Hacıyev Təbriz Ağabalıoğluna yön elədi. Elbrus gündə Təbrizi tola. Yön elədi nə deməkdir? Məncə yön elədi, yəqin ailə həyatı qurmaq üçün belə bir şeydir. Arvadı sevinclə Təbrizi mənə döydürdü. Təbriz mənim əlimdə olan. İşləmişdim, işləyirdim də. Onda dədəm sağlığı idi. Gəlirimiz var. 500 manat pulumu məcbur əlimdən alıb, 100 manatın qardaşı Elbrusa verdi. Çox həqiqətən acınacaqlı bir vəziyyətdir. Mən belə fikirləşirəm ki, insanlar görüblər ki, bu xanımın heç kimi yoxdur, tək yaşayır, ailəsi yoxdur, atası rəhmətə gedib və başlayıblar ondan sui-istifadə eləməyə, pulundan və yaxud əşyalarından. Təbii ki, o birisi tərəfi də eşitməliyik. Mən bilmirəm bunu fakt olaraq, amma bu xanımın öz dediklərinə görə belə olub. Məncə bu məsələ daha emosional bir məsələdir. Təkcə 500 manat və ördək məsələsi deyil. Yəni insan sevgi gözləyəndə və o alınmayanda o insana həqiqətən də çox pis toxunur, çox dərindən toxunur. Videoya baxandan sonra bu qadına mənim anlayışım, empatiyam daha da artdı. Həll yolunu bilmirəm, çünki çox kompleks bir məsələdir. Yəni desəm ki, çıx rayondan get, amma insan illərdə yaşadığı yerdən birdən-birə çıxıb gedə bilməz. Desəm ki, ailə qur, bu qadının qəlbi o qədər qırılıb ki, artıq inanmıram ki, bir də kiməsə güvənsin. Sadəcə ümid edirəm ki, inşallah bir də ondan heç kim istifadə eləməz və o xanım xoşbəxt olar.